Vaxt itirmədən paneli açıq elan edirəm və ilk sualı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlamaq istəyirəm. Hörmətli Anar müəllim, son illərdə Azərbaycanda sosial müdafiə sahəsində aparılan islahatlar geniş miqyaslı dəyişikliklərə və müasir texnologiyaların tətbiqinə imkan yaradıb. Bəs növbəti mərhələdə süni intellekt bu transformasiyanın idarə olunan və təsirli bir alətinə necə çevrilə bilər? Hörmətli konferans iştirakçıları, mən bir daha hamınızı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri adından salamlayıram. Hörmətli qonaqlarımızı, panel iştirakçılarını da bir daha salamlamaq istəyirəm. Əslində, burada qeyd olundu, mövzu olduqca maraqlı mövzudur və biz bunu tam əminliklə deyə bilərik ki, bugün süni intellektin tətbiq olunması dövlət idarə etməsinin bütün sahələrində vacibdir və aktualdır. Əlbəttə ki, sosial sahədə islahatlara biz başlayarkən bilirsiniz ki, 2018-ci ildən başlayaraq sosial sahədə dərin islahatlar dövrü başlanmışdı. Ölkə başçısının rəhbərliyi altında son 5 il ərzində 5 böyük sosial islahat zərfi qəbul olunmuşdur, icra olunmuşdur. Bu islahatlar zərfinin icrası nəticəsində bizim sosial ödənişlərimizdə dəfələrlə artımlar əldə olunmuşdur. Əmək münasibətləri, məşğulluq sahəsində məsələlərin həllində ciddi irəliləyişlər əldə olunmuşdur. Bununla yanaşı biz bu islahatlara başlayarkən əsas 2 istiqaməti də nəzərə aldıq və bu hər 2 istiqamət ölkə başçısı tərəfindən müəyyən edilmiş siyasi xəttə uyğun bir istiqamətlər idi. Birinci istiqamət bu elektronlaşma ilə bağlı idi. Elektron hökumətin qurulması, elektron sistemlərin dövlət idarə etməsinə gətirilməsi, bu vasitə ilə şəffaflığın təmin edilməsi, bu bizim birinci bir istiqamətimiz idi. İkinci istiqaməti isə mən çıxışımda da qeyd elədim, hörmətli birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanımın təşəbbüsü olan DOST təşəbbüsü idi. Bilirsiniz ki, biz bu DOST konsepsiyasını hazırlayarkən Azərbaycanın artıq təşəkkül tapmış bir brendi var idi. Bu asan xidmət brendi idi. Biz bu nümunəni rəhbər tutaraq DOST konsepsiyasının da qurulmasını təmin etdik. Əslində biz bugün elektronlaşmadan və növbəti mərhələdə süni intellektin tətbiq olunmasından danışanda biz nələri qeyd etməliyik? Biz bir mənalı şəkildə onu qeyd etməliyik ki, bugün Azərbaycanda sosial sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsinə aid olan sahədə biz tam əminliklə deyə bilərik ki, biz elektron keçidi təmin etmişik. Və bizim bu elektron keçid həm əmək münasibətləri sahəsində, həm əlillik və reabilitasiya sahəsində, həm məşğulluq sahəsində, yəni bizim fəaliyyət göstərdiyimiz bütün sahələrdə biz bu keçidi təmin edə bilmişik və növbəti mərhələlərdə də əlbəttə ki, biz bunun üzərində iş aparacağıq və mənim perspektivli hesab elədiyim sahələr, mən çıxışımda da qeyd elədim, biz məşğulluqla bağlı məsələlərdə burada çox böyük potensial görürük. Yəni, işsiz şəxslərin fərdi şəkildə qiymətləndirilməsində, onların iş yerlərində çıxışında, vakansiyalara çıxış imkanlarının artırılmasında, işə götürənlərlə əlaqələr gücləndirilməsində böyük bir potensial görürük. Eyni zamanda, əlbəttə ki, əmək münasibətlərində də xeyli bizim hesab eləyirəm ki, görəcəyimiz işlər var. Biz bilirsiniz ki, artıq əmək müqavillərinin elektron formada əmək müqavillərinə tam keçid etmişik. Bu gün artıq Azərbaycanda əmək müqavillərinin biz tam əminliklə deyə bilərik ki, 90% elektron şəkildə keçid edib. Və biz bu keçidin növbəti mərhələdə də davam etdirəcəyik. Bu həm vətəndaşlara, yəni muzla çalışanlara, onların hüquqlarının
icrası, vəzifələrinin yerinə yetirilməsində köməklik göstərilməsində öz əksini tapacaq. Eyni zamanda işə götürənlərə də yenə də öz hüquqlarının, vəzifələrinin və öhdəliklərinin yerinə yetirilməsində dəstək verilməsi, onlara məsləhət xidmətlərinin təqdim olunmasında da öz əksini tapacaq. Reabilitasiya sahəsində, əlillik sahəsində, sosial-psixoloji dəstək sahəsində də biz hesab edirik ki, elektronlaşmadan, süni intellekt imkanlarından bizim geniş istifadə etmək imkanlarımız var. Mən çıxışımda da qeyd elədim, biz artıq əlillik alt sistemində bir sıra məsələlərdə biz süni intellektin tətbiqinə başlamışıq. Biz bu məsələləri növbəti dövrdə də genişləndirəcəyik. Əlbəttə, əmək bazarının proqnozlaşdırılması məsələlərində də biz elektronlaşma, elektron imkanlar, big datanın idarə olunması, həmin big datadan irəli gələn nəticələrin ortaya qoyulması, gələcəyin peşələrin, aktual peşələrin proqnozlaşdırılmasında əmək bazarının dinamikliyini nəzərə alaraq bunun istiqamətlərinin müəyyən olunmasında geniş istifadə eləyəcəyik. Bizim sosial ödənişlər bilirsiniz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu günləri əmək pensiyalarının, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin, kompensasiya ödənişini həyata keçirir. Biz hər ay təxminən 2.3 milyon şəxs üzrə bu ödənişləri həyata keçiririk. Əslində bizim ən qabaqda gedən məsələlərimizdən biri də bu sosial ödənişlərin tam elektron şəkildə həm ödənilməsinə keçiddir. Yəni biz burada mərkəzləşməni təmin edə bilmişik, həm də bir sıra ödəniş növlərində proaktivliyi təmin etmişik. Biz 2019-cu ildən başlayaraq biz pensiyaların tam proaktiv şəkildə ödənişi mexanizminə keçmişik, sosial müavinətlərin tam proaktiv şəkildə ödənişi mexanizminə keçmişik. Bu əslində həmin dövr üçün elə süni intellektin tətbiqi kimi bir misal olaraq biz bunu göstərə bilirik. Yəni biz bunu artıq 2019-cu ildən keçmişik. Növbəti mərhələdə də biz bu məsələlərdə öz deməli fəaliyyətimizi dərinləşdirməyi planlaşdırırıq. Sözsüz ki, bizim əsas biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq işimizin böyük hissəsi əhali iləndir. Həm çağrı mərkəzinin fəaliyyətinin də biz bu süni intellektin texnologiyaların tətbiqini təmin etməyi düşünürük. Eyni zamanda dost mərkəzlərinin özlərində də bu avtomatlaşmadan, süni intellekt həllərindən də daha geniş şəkildə istifadə etməyi planlaşdırırıq. Ümumilikdə isə onu qeyd eləmək istərdim ki, növbəti dövr üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, mən çıxışımda da qeyd elədim, biz 3 illik strategiyamız çərçivəsində deməli Nazirliyin fəaliyyətinin və ölkə üzrə sosial məsələlərin elektronlaşmasını və süni intellekt həllərinin tətbiqini nəzərdə tutmuşuq və qeyd etdiyim bütün sahələrdə məsələlərin davamlı şəkildə tətbiqini təmin edəcəyik və məqsəd əlbəttə ki, birdir, vətəndaşlara tam şəffaf, operativ xidmətlərin təqdim olunmasıdır, qəbul olunan qərarların səmərəliliyinin artırılmasıdır, sosial sahədə çevikliyin, operativliyin və idarəetmənin təkmilləşdirilməsidir. Bu qədər diqqətinizə görə təşəkkür edirəm.